düzgün eləmədi. Mən düşünürdüm ki, ben özüne demiştim ki, İsmail, məni bəxt aparmasa da özüm çalışacağım ki, səndən əvvəl gedim. Sən mənim məzarımın başında, cəmaata, xalqa, mənim kimliyim haqqında danışacağım. Amma indi çox təəssüf edirəm ki, bu sözləri mən onun üçün deməli olacağım. Gel gel asar bülbül, derdin hasarı bülbül. Dikilmez könlüm ebahatir, hasarı bülbül. Bu doğma insanların əhatəsində, bu doğma insanların gözünün qabağında sen son kökünü sürmək üçün yola çıktın. İsmail'in bir şeiri var idi, Qaratikan şeiri. 80-ci illərdə o şeir haqqında mən bir yazı yazmışdım. Hətta həmişə deyirdi ki, Əldə sən məni işə saldın. Amma mən də onu deyirdim ki, İsmail'lə sən məni işə saldın. O şeirin və o yazının üstündə İsmail'in də başına nələr gəldi, mənim də başıma nələr gəldi. Və bunu mən indiyəcən yazı var, o hamısı qalıb arxivdə. Amma bunu mən dostlarıma heç indiyəcən danışmamışdım. Elə indicə burada bu əhvalat gəldi mənim yadıma düşdü. Qaratikan, yolumu niyə kəsmişsin? İsmail'in demək olar ki, bütün həyatı boyu Qaratikan onun yolunu kəsdi. Amma onun gücü, qüdrəti o tikanların arasından keçib getməyə ona mani ola bilmədi, onun qabağını kəsmədi. Həyat çox ağırdı. İsmail böyük istedad sahibiydi və ona görə də onun böyük dənizə, böyük okeana, böyük ədəbiyyat ünvanına qovuşmaq haqqı var idi. Cəbrayildə, əgər belə demək mümkünsə, biraz obrazı, Cəbrayil hamınız yaxşı bilirsiniz ki, böyük sənət diyarıdır, böyük elm diyarıdır. Sözə, sənətə nə qədər böyük əhəmiyyət verirlər. Vaxtı ilə böyük Bəyərdət Kınyadlığının kitabı öz adı ilə onu deyirdi ki, İsmail kimdir, İsmail Manzadə kimdir? Hansı dərəcədə söz qüdrətinə sahibdir, hansı dərəcədə ədəbi gücə malikdir? Harada olsa, onun işığı o qədər gür idi ki, ətrafına kifayət qədər, necə deyərlər, əhatəyə adamlar yığa bilirdi. Mingəçevirdə elə Elşən də burada danışdı. Digər çoxlu dinamik zaman var burada, bəstəbərdəli var. İndi adlar yadıma düşənlər. Bağışlayın ki, adları çəkmək həmişə təhlükəlidir. Prosesdir. Qısa kəs, gözlər bunu təşkil eləmək lazım. Məhət eləsin İsmail Manzadə. İsmail böyük kişiydi, böyük söz, sənət adamıydı. Mingəçevirin söz adamlarının bu gün elə burada olmağı mənim zənnimcə onun necə böyük söz sahibi olduğuna sübutdur. Hər halda böyük söz adamlarının əhatəsində İsmail son mənzilə gedir. Mənə elə gəlir ki, bu çox xoşbəxt bir